Salam, bugün sizinle ıspanaklı börek reseptini bölüşeceğim. Karıştırma qabına 100 ml qatıq, 200 ml su, 200 ml duru yağ, 1 ədəd yumurta əlavə edib tam həll olana kimi qarışdırırıq. Hazırladığımız məhlulat 4 stəkan un, 1 çay qaşığı quru maya və duzu əlavə edib xəmiri yoğururuq. Nəticədə yumuşaq, ələ yapışmayan xəmir alınır. Qeyd edim ki, istifadə etdiyim un tipi 630-dur. Hazır olan xəmiri təxminən yarım saat dincəldirik. Xəmir dincələnə kimi biz içliyi hazırlayırıq. 300 qram ıspanağa 1 dəstə göy soğan, 1 çay qaşığı duz əlavə edib qarışdırdım. Üzərinə zövqə görə pendir əlavə edib təkrar qarışdırdım. Dincələn xəmiri kündələrə bölüb açmağa başlayırıq. Kündələri açmaq üçün nişasta və undan eyni miqdarda istifadə etdim. Bacardıqca kündələri nazik açıb yağlayırıq. Rahat qatlamaq üçün içliyə əlavə edib 2 hissəyə bölürük. Və bütün kündələri 36 cm-lik soba listinə vuraraq yerləşdirdim. Listi öncədən duru yağı ilə yağladım. Eyni qaydada hazırladığım kündələri soba listinə yerləşdirib üzərinə sosunu çəkdim. Sosu üçün 2 ədəd yumurta sarısına 2 xörək qaşığı duru yağ əlavə edib qarışdırdım. Üzərinə zövqə görə həm susam, həm də çörək otu əlavə edib bişməyə qoydum. Öncədən 185 dərəcədə isidilmiş sobada üstü qızarana kimi bişirdim. Və budur, üzəri nar kimi qızarmış, çox dadlı börəyimiz hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun. Videonu bəyəndinizsə videonu bəyənməyi, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.